Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər məhəlləsi deyilən ərazidə 2 sotun içində 4 otaqlı, tam təmirli, gir yaşa vəziyyətində olan bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırın, bu ev satış üçündə tikilsədə tam standartlara uyğun inşa olunub, fundamenti vırılıb, kəməri vırılıb, qurqaboy qoşadaşdan inşa olunub. Gördüğünüz kimi, bax, bura zirzəmi hissəsidir. Torpağı qupqurudur, nəmişlik olmayan ərazidir. Məktəbin düz yaxınlığındadır. Gördüğünüz kimi də atmalar da 40 santidən bir atılıb. Yəni 6 qupquru yerdir. Gördüğünüz kimi, ərazi də çox gözəl yerdir. Səviyyəli bir məhəllədir, ATV-lər məhəlləsi deyilən ərazidir. Məktəbin yaxınlığındadır. Marşrutdan da hardasa 300-400 metr məsafədə yerləşir. Gördüğünüz 2 dənə düz birbaşa zirzəmiyə girişi var. Keçən də evin içindən tanış olaq. Həyətinə də rahat 50-60 kvadrat həyəti var. Həyətinə də rahat maşın daxil ola bilir. 2 dənə maşın rahat daxil ola bilər. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Gördüğünüz kimi, bura giriş hissəsidir. Girişdə demək, eyni hardasa təxmini 1.60-1.50 olar. Gördüğünüz kimi tavanları 3 metrdir. Açıq aboylardan istifadə olunub, ağ qapılardan istifadə olunub. Bura mətbəx hissəsidir. Təxmini hardasa 14-15 kvadrat mətbəxi olar. Mətbəxi genişlik, ürək açandır. Sağ tərəfdə burada bir uşaq otağıdır. Bu da hardasa 10-12 kvadrat olar. Hörmətli izləyicilər, təxmini ölçülər deyirəm. Bəzən bunu ciddi deyirlər ki, dəqiq ölçü deyirəm. Mən əlimə metr alıb ölçülər deyirəm. Yəni təxmini ölçülər deyirik. Gördüğünüz kimi də bura qonaq otağıdır. Bu hissəsi də eyni 4 metr, uzunluğu da hardasa 6-6.50 metr olar, 6.50 olar. Genişdir, ürək açandır. Otaqlar da həqiqətən genişdir. Demək, sağda burada yenə də bir otaq var. Pəncərəndən tam rahat evin içinə işıq düşür. Gördüğünüz kimi, hörmətli izləyicilər. Sol tərəfdə də bir dənə burada 14 kvadratlıq bir yataq otağıdır. Bunun da pəncərəsindən tam rahat evin içinə işıq düşür. Nəzərdə çatdırır. 2 dənə balaca otaqlar olur həmişə. Bunlar qızla oğlan otaqlar üçün nəzərdə tutulur. Bu otaqda həmişə bir dənə yataq otağı da geniş olur. Sonda burada sanuzel hissəsidir. Sanuzeldə gördüyünüz kimi, hörmətli izləyicilər, gördüyün təmirlidir. Aksesuarlar evin qiymətinin danışığından asılıdır. Bunlar da nəzərdə çatdırın. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Zınqırov adlı bildirim işarəsində həmişə aktiv edin ki, yeni satışa çıxan evlərdən xəbərdar olasınız. Evin qiyməti də bələdiyyə sənədindən arxivli sənədli 115.000 start qiymətdir. Real alıcısa indirim olmağına olacaq, birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Kim alsa Allah xeyrin versin. Amin.